Rusiyanın paytaxtı Moskvada baş verən məktəb hücumu ilə bağlı cəmiyyətdə ciddi narahatlıq yaranıb. Moskvada yerləşən məktəbdə 10 yaşlı uşağın qətlə yetirilməsi ilə bağlı şübhəli bilinən yeniyetmə artıq həbs cəzasına cəlb olunub. Bu qərarı Moskvanın Tverskaya məhkəməsi çıxarıb. Rusiya İstintaq Komitəsi qətl və qətlə cəhdlə bağlı cinayət işi açıb. Qanunvericiliyə görə bu cinayətlə bağlı ən ağır cəza ömürlük həbs kimi nəzərdə tutulur. Hadisə dekabrın 16-sında səhər saatlarında Gorki 2 qəsəbəsində yerləşən Uspensk Ümumi Təhsil Məktəbində baş verib. Məlumata görə 15 yaşlı 9-cu sinif şagirdi bıçaqla 4-cü sinifdə oxuyan məktəblini ölümcül yaralayıb. Hücum zamanı məktəbin mühafizəçisi də xəsarət alıb. Yeniyetmənin törətdiyi hadisəni videoya çəkdiyi bildirilir. Həlak olan uşağın Tacikistan vətəndaşı olan ailədən olduğu, hücum törədən yeniyetmənin isə radikal, nasist baxışlarına sahib olduğu qeyd olunur. Hadisə ilə bağlı araşdırmalar davam edir.